94-cü suala baxırıq. Rütubətli əmsalı vahiddən kiçik və böyük olan təbii zonalar. A variantında tayqa verib, tayqada rütubətli əmsalı vahiddən böyükdür. Yəni 2-yə getməliydi o, 1-ə yazılıb, bu yanlışdır, sildim. Və çöllər, səhralar, tayqa, yenə tayqa verib deyə götürə bilmərəm 2-yə. C-də tropik səhra, yarım səhra, kampus. Bu 3 zonada rütubətli əmsal vahiddən kiçikdir. Selvas da böyükdür, preri və quru çöllərdə isə kiçikdir. Yəni preri və quru çölləri biz vahiddən böyüyə götürə bilmərik. D. Enli yarpaqlı meşə, tundra, arktik səhralar. Burada əksinə vahiddən böyük olmalıydı, amma kiçiyə yazıb D səhvdir. Y-də bir yarım səhra doğrudur, çöl, tropik səhra kiçiyə doğrudur. Böyüyə baxaq. Enli yarpaqlı meşə, arktik səhra, tundra, bəli, vahiddən böyüyə uyğun gəlir. Y variantı olur bizim cavabımız. 95. Avrasiyada mülayim qurşağın verilən iqlim tiplərinə uyğun gələn təbii zonalar müəyyən edin. Deməli, mülayim dənizə uyğun gəlir enli yarpaqlı meşələr. Mülayim kontinentala, qarışıq meşə yazdım, bir dəqiqə. Mülayim dənizə uyğun gəlir enli yarpaqlı meşə. Mülayim kontinentala qarışıq meşə, yəni materikin daxilinə doğru getdikcə kontinentallıq artır. Kəskin kontinentalda tayqa formalaşır, mussonda da musson meşələri formalaşır. 1-ə 3, 2-yə 4, 3-ə 1, 4-ə də 2, 95-də E variantı. 96. Avrasiyada subtropik qurşaqlı iqlim tiplərinə uyğun gələn təbii zonaları müəyyən edin. Aralıq dənizinə uyğun gəlir cod yarpaqlı həmişə yaşıl meşələr. Subtropik kontinentalda yaranır səhralar. Mussonda da yaranır dəyişkən rütubətli meşələr. 1-ə A, 2-yə B, 3-ə D, C variantı. 97. Xəritə sxemə əsasən boz, qonur meşə torpaqlarına yayıldığı məntəqələr. Səhralıqları boza götürürük. 4-dür boza gedir. 3-5 boza, 3-4-5 boza gedəcək. 1, 2, 6 da qonur meşəyə gedəcək. C variantı. 98. Qərbi Avropada təbii zonaların Aralıq dəniz sahillərindən Barents dənizinə qədər müvafiq ardıcıllığı Aralıq dənizindən başlayır. Cod yarpaqlı həmişəyaşıl meşə çolluqlar. Biz də oradan başlamalıyıq. Cod yarpaqlı C və D variantları qalır. C-də deyir ki, cod yarpaqlı meşə və çolluqlar, sonra enli yarpaqlı meşə, sonra qarışıq meşə, sonra iynə yarpaqlı meşə. Tamamilə doğrudur bu. Ardıcıllıq pozulmayıb. Y-də deyir ki, cod yarpaqlı meşə və çolluq savanna, yanlışdır. Yəni, cod yarpaqlı meşə və çolluqdan şimala heç vaxt savanna formalaşa bilmir. Ümumiyyətlə, Avropada savanna yoxdur. C variantı oldu bizim cavabımız. 99. Amerika qitəsində antropogen landşaftların üstünlüyü təşkil etdiyi əraziləri müəyyən edin. Baxaq. Option Sakit Okean sahilləri, Amazon, Orinoco. Amazonda antropogen o qədər də yoxdur, çünki o tam mənimsənilməyib. Mərkəzi Amerika, yenə Amazon. Amazonu ümumiyyətlə götürmürük. Alyaska, mərkəzi düzənlik Patagoniya. Alyaska da çox şimalda olduğuna görə, yəni əlverişsiz ona görə tam mənimsənilməyib. Kordilyerin dağ ətəyi, Kanadanın şimalı Labrador. Kanadanın şimalı da, yəni qütblər olduğuna görə tam mənimsənilməyib. Kanadanın cənub-şərqi, bəli, əsasən Kanadanın cənub hissələri mənimsənilib. ABŞ-ın şimal-şərqi, Latin Amerikasının sahil rayonları tamamilə doğrudur. E variantı. 100. Aşağıda verilmiş bitki örtüyü və torpaq tiplərinə yayıldığı əraziləri uyğun gələn iqlim diaqramını seçin. Bitki örtüyü, yovşan, gəvən, kəngiz. Bunlar quraq bitkilərdir, quraqlıqda yetişən. Torpaq da deyir boz, çəmən, boz qonur. Əslən biz səhra və yarım səhranı götürməliyik burada. Həmin diaqrama baxanda da bizdə hansı uyğun gəlir? Yəni C variantındakı diaqram tamamilə doğrudur. C variantında. Baxın, amplituda da böyükdür. Yəni temperatur ən çox orada qalxıb. Və yağıntı da azdır. Yəni tropik olduğuna görə biz yağıntının az olduğu enliyi götürməliyik. Məsələn, A variantında bu qədər yağıntı olmaz.
Yəni digərlərində yağıntı həddindən çox verilib. Y variantında temperatur çox mənfiyə düşüb deyə Y variantını götürə bilmərik. 100-də oldu C. Sonra 101-ə baxaq. Təbii zonalara uyğun gələn ərazilər. 1. Baxın, biri hara verib? Afrikanın ən şimalı. Afrikanın ən şimalı Aralıq dəniz sahillərində coğrafyalı meşə və çolluqlardır. Yəni 1 4-ə gedəcək. 4-ə 1 gedir. Sonra 2. 2 uyğun gəlir. Subekvatorial. Subekvatorialda da savanna və seyri meşələrə. 3. Baxın, zolaq əmələ gətirməyən ekvator, ekvatorial, rütubətli həmişəyaşıl meşələr 3. 4 də uyğun gəlir səhralığa. Səhralar, burada Namib və Kalahari səhraları var. Səhra da uyğun gəlir 4-ə. 1-ə 3, 2-ə 2, 3-ə 4, 4-ə 1 B variantı. 102. Xəritə sxemə əsasən A məntəqəsindən B məntəqəsinə hərəkət edən səyyahın ardıcıl olaraq hansı təbii zonalardan keçdiyini müəyyən edin. Ada ekvatordan başlayır, rütubətli ekvatorial meşələrdən başlayır. Sonra oradan da hara doğru gedir? Səhralığa doğru gedir, tropika doğru gəlir. Deməli, rütubətli həmişəyaşıl meşə, savanna və çolluq, həmişəyaşıl, deməli, meşə və çolluqlar. Deyilir, rütubətli meşələr, savanna və səhra və yarım səhralar. Yəni, D variantı daha doğrudur. Nəyə görə İndoneziya eləyərəm? E-də meşə çöl, Afrikada çöl götürmürəm deyə çıxırıq. Afrikada çöl yoxdur. B-də də, baxın, əgər bura qədər gəlsəydi, baxın, bura qədər. Onda biz deyərdik, deməli, cod yarpaqlı B variantı onda olardı. Amma bizə tam cənuba qədər gəlmir. Buralarda səhradır. Bu isə səhradır. Səhrada bitir deyə biz D variantını götürməliyik. 103-ə baxaq. Mərkəzi Asiya səhralarına Cənubi Asiyanın savanna və dəyişkən rütubətli meşələrindən ayıran dağ silsilələri, Mərkəzi Asiyada yerləşən Himalay və Hindquşu götürməliyik. Çünki Elbrus İrana düşür, Zagros İrana düşür, Verxoyansk şimaldadır, Qafqaz regionundadır. Amma Himalay və Hindquş dağları Mərkəzi Asiyada yerləşirlər. Bu dağlardan cənubda subekvatorial iqlim qurşağıdır. Şimalda isə səhralar formalaşır və bu dağlar musson küləklərinin şimala gəlməsinin qarşısını alır deyə dağın cənubu rütubətli olur, dağın şimalı digər tərəfi isə quraq olur. 104. Avrasiyada şimaldan cənuba doğru meşə zonasının çöl ilə əvəz olunmasının səbəbi. Deməli, günəşin düşmə bucağının azalması, əksinə şimaldan cənuba düşmə bucağı artır. Relyefin yüksəlməsi, relyefin, yəni zona dəyişməsi ilə əlaqəsi yoxdur. Qışın daha sərt olması, əksinə torpaqların daha məhsuldar olması, xeyr, rütubətliyin azalması, bəli, doğrudur. Yəni, şimaldan cənuba doğru rütubətliyi azaldığına görə meşə zonası çöl zonası ilə əvəz olunur. 105. Qərbi Avropanın təbiətinə aid olan xüsusiyyətləri. Enliyarpaqlı meşə zonası geniş yayılıb, doğrudur. Antropogen landşaft, doğrudur. Qış həddən artıq soyuq, yay isə istidir, xeyr. Qərbi Avropanın iqlimi mülayimdir. Nə qışda kəskin olur, nə yayda. 3-də göstərilən hava şəraiti kəskin kontinentala, yəni Asiyaya aiddir, Asiyanın mərkəzi hissələrinə 3-ü götürə bilmərik. Atlantik okeandan gələn hava kütlələrinin təsiri altındadır, bəli, doğrudur. Qərbi Avropaya Atlantik okeanın təsiri göstərir. Kontinental iqlim xeyr, dəniz iqlimidir. Çöl landşaftı geniş yayılıb, yayılsa da o qədər də geniş yayılmayıb. 1, 2, 4, Y variantı. 106-ya baxırıq. Eyler-Venn diaqramına əsasən uyğun gələn bəndləri müəyyən edin. Selvas və tayqanın müqayisəsini istəyir. Selvas Cənubi Amerikanın ekvatorial meşələridir. Tayqa isə iynə yarpaqlı meşələrdir. Baxaq. Fəsil dəyişkənliyi zəif müşahidə olunur. Selvasa aiddir, çünki ekvatorial qurşaqda il boyu isti və rütubətli hava səbəbilə dəyişkənlik müşahidə olunmur. Enli yarpaqlı ağaclar selvasa gedir, çünki tayqada iynə yarpaqlıdır. Padzol torpaqlar tayqaya gedir, padzol külə çalan. Selvasda isə qırmızı-sarı ferali torpaqlardır. Əkinçilik üçün əlverişli deyil, hər ikisi əlverişli deyil, ifrat rütubətlənmə səbəbilə
əlverişli deyillər. Ağacları kağız, selüloz istehsalına daha çox cəlb olunur. İynə yarpaqlı meşələrə aiddir. Kağız, selüloz. Əhali zəif məskunlaşıb. Hər iki zonada əhali zəif məskunlaşıb. A, B, C, 7, E, Y variantı doğrudur. 107. Yenə Eyler-Venn diaqramı verib. Bu dəfə qəhvəyi torpaqlarla qırmızı qonur torpaqların müqayisəsini bizdən istəyir. Deməli, codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar bu qəhvəyi torpaqlara aiddir, subtropikdə. Cənub-Şərq Asiya, Braziliya yaylasında qırmızı qonur torpaqlar yayılıb subekvatoral iqlim qurşağında. Deməli, yayıldığı ərazilər tropik hava kütlələrinin təsirinə məruz qalır. Deməli, yayıldığı ərazilər tropik hava kütlələrinin təsirinə məruz qalır. Bu hər ikisinə gedəcək. Subekvatorialda məsələn qışda tropik gəlir, subtropikdə isə yayda tropik hava kütləsi gəlir. Bu səbəbdən hər ikisi. Əsasən tropik işıqlanma qurşağında formalaşır. Tropik işıqlanma qurşağında formalaşması sadəcə qırmızı qonura aiddir. Çünki subtropik qəhvəyi torpaqlar mülayim işıqlanma qurşağında formalaşır. Su vermə əkinçiliyini hər ikisində götürürük. Qəhvəyi torpaqlarda yayda su varmı olur? Qırmızı qonurda qışda su varmı olur? Yayıldığı ərazilərdə yay quraq isti, qış mülayim rütubətli aiddir. Qəhvəyi torpaqlar Aralıq dənizi iqlim tipində yay quraq və isti olur, qış mülayim və rütubətli. A, F, B, D, C, Y. C variantı doğrudur. 108-ə baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Birinci Şimali Amerikadır. 2 də Afrikanı verib. Dəyişkən rütubətli meşələr zonası yayılmışdır. Hər ikisində dəyişkən rütubətli meşə zonası vardır. Sahil xəttləri çox girintili çıxıntılıdır. Bu Şimali Amerikaya aiddir. Çünki Afrikanın sahil xəttləri gördüyünüz kimi o qədər də parçalanmayıb. Cavan dağlar materik və okean tipli havaların toqquşmasından yaranır. Bu da Şimali Amerikaya gedir. Çünki Afrikadakı cavan atlas dağları materikin toqquşmasından yaranıb. Amma Kordilyer dağları isə materik-okean toqquşmasından yaranıb. Səhra landşaftı geniş ərazi, əlbəttə ki, Afrikaya gedəcək. Şimal tropik xətti ilə kəsişir. Şimal tropiki hər iki materiki kəsir. Həm şimaldan, həm də cənub hissələrində həmişəyaşıl codyarpaqlı meşələrə rast gəlinir, Afrikaya gedir. Şimalda Aralıq dənizi sahillərində formalaşıb, cənubda da cənub ucqarda subtropik iqlim qurşağı daxilində formalaşıb. Deməli 2, 3, 4, 6, 1, 5, B variantı doğrudur. 109. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Birinci materik hansıdır? Cənubi Amerika. 2 də Avstraliyadır. Geosignal qurşağa malikdir, gedir Cənubi Amerikaya, çünki Avstraliyada geosignal yoxdur. Litosfer havalarının toqquşma zonasından kənarda yerləşir. Avstraliya. Sahil xəttləri nisbətən az parçalanıb, hər ikisi az parçalanıb. Savanna və seyrək meşələr hər ikisində var. Fəaliyyətdə olan vulkan Cənubi Amerikada var, Avstraliyada yoxdur. Səhralar geniş yayılıb, əlbəttə ki, Avstraliya. 1, 5, 2, 6, 3, 4. D variantı doğrudur. 110-cu sual. Yenə Eyler-Venn diaqramında Atakama və Namib səhralarının müqayisəsi. Atakama Cənubi Amerikadadır, Namib də Afrikadadır. Peru cərəyanı təsirindən yaranır Atakama. Ərazisində eyni adlı ölkə Namibiya ərazisində yerləşir. Bengel cərəyanının təsiri ilə formalaşır Namib səhrası. Çili ərazisində Atakama yerləşir. Fiziki aşınma hər ikisi, ümumiyyətlə bütün səhralarda fiziki aşınma gedir. 1, 4, 2, 3, 5, E variantı. 111. Şimali Amerika çölləri ilə Cənubi Amerika çöllərini müqayisə edirik. Mülayim iqlim qurşağında geniş ərazi əhatə edir. Bu gedir Şimali Amerikanın çöllərinə. Çünki Cənubi Amerikanın çölləri əsasən subtropik iqlim qurşağı daxilində formalaşıb.
İnkişaf etmiş ölkə ərazisində əlbəttə ki, Şimali Amerika çölləri. Yalnız subtropik iqlim qurşağında, Cənubi Amerikada, subtropikdə, dünyanın mühüm taxılçılıq regionudur. Hər ikisi ümumiyyətlə çöl zonası hər yerdə mühüm taxılçılıq regionudur. Qırmızı, qara torpaqlar yayılmışdır. Qırmızı, qara torpaqlar da deməli gedəcək Cənubi Amerikanın çöllərinə. Baxaq. 1, 2, 3, 5, 4 E variantı. 112. Ervin diaqramına uyğun gələn bəndləri müəyyən edin. Braziliya yaylası və Cənubi, yəni Dekan yaylası. 1. Cənub və Qərb yarımkürələrində gedir Braziliya yaylasına, Dekan yaylası düşür şimal və şərq yarımkürələrinə. İyun, iyul, avqustda bol yağıntı alır. Deməli, hər ikisi subekvatorial iqlim qurşağındadır. Subekvatorialda, şimal subekvatorialda iyun, iyul, avqust yağıntılı keçir. Cənub subekvatorialda dekabr, yanvar, fevral. İndi iyun, iyul, avqust deyirsə biz Dekan yaylasını götürməliyik. Çünki həmin vaxt bizdə şimalda yay olur, cənubda qış olur. Ərazisində savanna formalaşıb. Hər üçündə savanna formalaşıb. Qədim Gondvananın tərkib hissəsi olmuşdur. Braziliya, Cənubi Amerika Gondvananın tərkib hissəsi olub. Dekan yaylası, Hindistan yenə Gondvananın tərkib hissəsi olub. Dekabr ayında üzərində günəş zenitdə olur. Əlbəttə ki, Cənub yarımkürəsində olan Braziliya yaylasını biz buna götürməliyik. Şimal və şərq yarımkürələrində Dekan yaylası yerləşir. 1, 5, 2, 6, 3, 4 B variantı. 113-ə baxaq. Şimali Amerika və Cənubi Amerikanın müqayisəsini istəyir. Qərb hissəsini uca dağlar əhatə edir. Hər ikisinə gedir. Şimali Amerikada Kordilyer, Cənubi Amerikada And. Rütubətli ekvatorial meşələr geniş sahə tutur. Cənubi Amerikaya aiddir. Çünki Şimali Amerikada yoxdur rütubətli ekvatorial meşə. İqliminə Atlantik okeanın təsiri böyükdür. Hər ikisinə. Yəni, uca dağlar Sakit okean sahilində yerləşdiyinə görə daha çox Atlantik okean təsir edir. Bütövlükdə şimal və qərb yarımkürələri Şimali Amerikaya gedir. Cənubi Amerikanın ekvator kəsdiyinə görə həm şimal, həm cənub yarımkürəsinə düşür. Qədim Gondvananın tərkib hissəsidir. Cənubi Amerika, Şimali Amerika Lavrasiyaya aiddir. 3 okean suları ilə əhatə olunub. Şimali Amerika, Şimal buzlu, Sakit və Atlantik. 4, 6, 2, 5, 1, 3 A variantı. 114. Qərbi Sibir düzənliyi ilə Ərəbistan yarımadasının müqayisəsi. Bataqlıqlar Qərbi Sibirdədir, əlbəttə ki. Zəngin neft-qaz, hər ikisində neft-qaz yataqları var. 2 yarımkürədə yerləşir. Hər ikisi 2 yarımkürədə yerləşir. Meşə örtüyü ilə zəngindir. Qərbi Sibirdə tayqa meşələri var. Düz radiasiya Ərəbistandadır, buludlu qaz olduğuna görə. Qədim Gondvananın tərkib hissəsi olub, Ərəbistan sonradan ayrılıb. 1, 4, 5, 6, 2, 3 D variantı. 115. Enli yarpaqlı və tayqa meşələri. İynə yarpaqlı ağac tayqaya gedir. Mülayim iqlim qurşağında, hər ikisi mülayim iqlim qurşağında yayılıb. Podzol torpaqlar gedir tayqaya. Yayılmasına səbəb ərazilərdə mülayim dəniz. Mülayim dənizdə artıq enli yarpaqlıdır. Palıd, cökə, fıstıq enli yarpaqlıdır. Çünki iynə yarpaqlıda şam ağacları üstündür. Avrasiya materikində hər ikisi yayılıb. 4, 5, 1, 3, 2, 6, 115 oldu. E variantı. 116. Avrasiya materikinin təbii zonalarına uyğun gələn ucqar nöqtələr. Avrasiyanın təbii ucqar nöqtələr. Deməli, ucqar şimal nöqtəsi əlbəttə ki, Arktik səhrada olar. Ucqar cənub nöqtəsi gedir ekvatorial meşələrə. Şimalda Çelyuskin burnu, cənubda Piyay burnu, şərqdə Dejinyev, qərbdə isə Roka burnu. Tundra meşə tundura gedəcək ucqar şərq nöqtəsinə. Cod yarpaqlı həmişə yaşıl da gedəcək qərb nöqtəsinə. 1-ə 2, 2-yə 3, 3-ə 4, 4-ə 1 B variantı. 117. Pampa təbii zonasına aid olmayan fikir. Pampa Cənubi Amerikanın çöllərinə deyilir. Əsasən subtropik iqlim qurşağı daxilində formalaşır. Doğrudur. Qırmızı ferrolit və qırmızı sarı torpaq yanlışdır. Ferrolit ancaq rütubətli ekvatorial meşələrdə yayılıb. Ona görə buna Pampaya aid eləyə bilmərik.
Atlantik okeanın təsiri bəli, doğrudur. Yerləşdiyi ölkələr inkişaf etməkdə olan ölkələrdir, doğrudur. Argentinanın mühüm taxılçılıq bölgəsidir, doğrudur. B variantı aid olmayandır. 118. Müvafiq olaraq Hudson, Bengal və Biskay körfəzlərinin sahillərində yerləşən təbii zonaları müəyyən edin. Deməli, Hudsonda təbii zona, tundra zonası olacaq. Hudsonun sahillərində subarktik iqlim qurşağına uyğun gələcək. Məsələn, qarışıq meşə olmaz, dəyişkən rütubətli meşə olmaz. Bengal körfəzi subekvatorial iqlim qurşağı. Burada dəyişkən rütubətli meşə hakimdir. Yəni meşə çöl olmaz A variantında. Yəni Bengala heç vaxt meşə çölü götürə bilmərəm. Meşə çölü daha şimaldadır. Codyarpaqlı da gedmir Bengala. Aralıq sahillərində codyarpaqlı. Amma Y variantında dəyişkən rütubətli meşə doğrudur. Biskay körfəzi sahillərində də Avropada enli yarpaqlı meşə tamamilə doğrudur. E variantı tamamilə doğrudur. 119. Eyler-Venn diaqramında tropik və subekvatorial iqlimləri müqayisə edək. Afrikada geniş sahə, hər ikisi Afrikada geniş sahə tutur. Səhra və yarım səhra üstündür tropikdə. Dəyişkən rütubətli meşə formalaşır. Hər ikisində dəyişkən rütubətli meşə formalaşa bilir. Tropikin dənizində və subekvatorialda. Rütubətli yay dövrü, yay subekvatorialda rütubətli keçir. Tikanlı kollar, dəvə tikanı, quraqsevər bitkilər tropikə gedəcək. Ekvatorial və tropik hava kütlələrinin təsiri ilə formalaşır, gedir subekvatoriala. Yayda ekvatorial, qışda tropik hava kütləsi burada hakim olur. 2, 5, 4, 6, 1, 3, B variantı. 120. Verilən coğrafi koordinatların hansı ölkələrin paytaxtlarına uyğun gəldiyini və bu ölkələrdə yayılan əsas təbii zonaları müəyyən edin. 21 şimal enliyi, 106 şərq uzunluğu tropiklərdə yerləşən bir ölkədir. Digəri 38 şimal enliyi, 58 şərq uzunluğu mülayim çığlama qurşağı. Aya İndoneziya getməli, çünki Indoneziya ekvatora çox yaxındır. Yəni 21 şimal enliyi o qədər də uzaqda yerləşmir. Digərlərinə baxaq. Nə yazdım burada? 21 şimal, 106 şərq. Burada yazdım. %6 şərq uzunluğu. Digərini də yazaq. 38 şimal, 58 şərq. Yaponiya. Yaponiya mülayim işıqlanma qurşağında yerləşir. Yəni biz onu 21 şimala tropik yaza bilmərik. Əlbəttə ki, Hindistan 21 şimal enliyinə düşər, çünki tropik kəsir onu. Düşər. Misir 38 şimal enliyi, xeyr, Misir şimal tropik kəsirdi onu. Yəni 38 o qədər də şimalda yerləşmir və 58 şərq uzunluğu o qədər də şərqdə yerləşmir. Yəni Azərbaycandan şərqdə yerləşmir Misir. Bir Vyetnam. Deməli, Vyetnam 21 şimal enliyi. Bəli, ola bilər. Düşə bilər. 106 şərq uzunluğu doğrudur. Türkmənistan 38 şimal enliyi bəli düşür. Yəni Azərbaycan 40-dadırsa, Türkmənistan 38-ə düşər və Azərbaycandan şərqə yerləşə bilər. Bir də nəyə də baxaq. Qazaxıstan 21 şimal enliyi xeyr. Qazaxıstan o qədər cənubda yerləşmir. Yəni D variantı doğrudur. Yəni Vyetnamda Musson meşəsi doğrudur. Türkmənistanda Səhra və yarım səhra doğrudur. D variantı olar. 121. Yenə baxaq. 48 şimal enliyi, 4 şərq uzunluğu. 38 cənub enliyi, 56 qərb uzunluğu. AFR və Venezuelanı. Venezuela 38 cənub xeyr, Venezuela şimalda yerləşir axı. Yəni 38 cənub enliyinə gəlib çata bilməz. Bir İspaniya 48 şimal enliyi, o qədər şimalda yerləşmir İspaniya. 48 şimal enliyi o qədər yerləşmir. Fransa 48 şimal enliyində yerləşə bilər. Urugvay 35 cənub enliyində yerləşə bilər. Qalsın bu. Deyə baxaq. Polşa 48 şimal enliyi ola bilər bəlkə də. Argentina 35. Argentinaya baxın nə yazıb? Musson yazıb. Cənub yarımkürəsində Mussona baxmırıq. Argentinada Musson yoxdur. Yerdə də Ukrayna çöl və meşə çöllər. Amma Ukrayna 4 dərəcə şərq uzunluğuna uyğun gəlmir. Ukrayna daha şərqdə yerləşir. Ona görə olmaz.
Cardakı 35 cənub enliyi qədər cənuba düşmür. Yəni C variantı tamamilə doğrudur. Fransada qarışıq və enli yarpaqlı meşələr, Uruqvayda pampa. 122. Səhra, savanna və qarışıq enli yarpaqlı meşə. Dəyişkən rütubətli. Aha, ardıcıllıq. Səhra hardadır? Baxaq, səhra burada ən çox 2-yə uyğun gələcək. Baxın. 2, səhraya 2-ni yaza bilərik. Savanna. Savanna uyğun gələcək 6-ya. Avstraliyanın şimalı. Qarışıq və enli yarpaqlı meşə uyğun gələcək Avropaya. Dəyişkən rütubətli meşələr də, dəyişkən rütubətli meşədə uyğun gələcək 4-də Şimali Amerikanın Atlantik okean sahillərində dəyişkən rütubətli meşə. Muson təsiri var orada. 2, 6, 3, 4 B variantı. 123. Xəritə sxemində verilmiş əraziyə aid olan əlamətlər. Bu, baxın, ekvator kəsdi, qərb. Bura Cənubi Amerikanın Amazon hövzəsidir. Amazon. Ekvatoru da kəsir, qərb yarımkürəsi. Amazon çayının hövzəsi burada göstərilib. Bax, Pampa təbii zonası xeyr. Burada Selvas zonası yayılıb. Pampa daha cənubdadır. Biri sildik. Soyuq okean cərəyanı xeyr. Cənubdan Braziliya cərəyanı təsir göstərir. Çayların qidalanmasında buzlaq suları xeyr. Yağış suları. Sahildən isti cərəyan keçir. Doğrudur. Boz torpaqlar yayılıb, yanlışdır. Burada qırmızı sarı ferrolit torpaqlar yayılıb. Çayların qidalanmasında yağış suları üstündür, doğrudur. Keçilməz meşələr, bəli, keçilməz meşələr zəngəlliklər. 4, 6, 7 C variantı. 124. İyun, avqust, dekabr, fevral aylarının rütubətli olduğu müəyyən ərazilər, müvafiq ərazilər. Cənubi Asiya subekvatorial, bəli, iyun-avqustda yağıntı olur. Cənub-qərbi Avstraliya. Cənub-qərbi Avstraliya uyğun gəlir subtropikin Aralıq dənizinə. Cənub Aralıq dənizində iyun-iyul rütubətlidir. Qviyana yarası şimal subekvatorial, iyul-avqust rütubətlidir. 2-yə baxaq. Şimali Avstraliya uyğun gəlir cənubun subekvatorialına. Orada da dekabr-fevral yay olduğuna görə rütubətlidir. Cənubi Avropa subtropik Aralıq dənizi dekabr-fevral rütubətlidir. Braziliya yarısı cənub subekvatorial, dekabr-fevral rütubətlidir. A tamamilə doğrudur. Məsələn, B də pozur. Amazonda il boyu rütubətli, B-ni götürə bilmirik. C-də Cənubi Avropa iyun-avqustda quraqdır, götürmürük. D-də Şərqi Afrika, Braziliya, yəni cənub yarımkürəsində yerləşən ərazilər ümumiyyətlə cənub subekvatorialda dekabr-fevral yağıntılı keçir. Y-də Mərkəzi Asiyada kəskin kontinentalda xeyr, burada yenə rütubətdən danışa bilmərik. A oldu cavab. 125-ə baxaq. Dekabr-fevral və iyun-avqust aylarının daha quraq keçdiyi ərazilər. Braziliya yaylasında, cənub subekvatorialda dekabr-fevral əksinə yağıntılı keçir. Ona görə bunu götürə bilmirəm. Hələ sildim. B yoxum. Qviyana yaylası şimal subekvatorial, bəli. Madagaskar adasında dekabr, deməli, fevral ayları quraq keçir. Xeyr, bu yanlışdır. Olmaz. C-də Pireneya yarımadasında dekabr-fevral, xeyr, əksinə iyun-iyul avqust daha quraq keçir. Şərqi Afrika yaylasında dekabr-fevral ayları, deməli, ekvatordan cənub olan hissədə dekabr-fevral ayları yağıntılı keçəcək. Sildim. Cənubi Asiya, bəli, şimal subekvatorial, dekabr-fevral quraqdır. Qviyana yaylası şimal subekvatorial, doğrudur, quraqdır. Cənub-qərbi Avstraliya, subtropik Aralıq dənizi, bəli, orada yay ayları dekabr-fevral quraq olacaq. İndi baxaq iyun-avqusta. Şimali Avstraliya, cənub subekvatorialda iyun-avqust, bəli, quraq olacaq orada qış ayları olduğuna görə. Braziliya yaylası, cənub subekvatorial, doğrudur, iyun-avqust quraq olacaq. Balkan yarımadası, subtropikin Aralıq dənizi, iyun-avqust quraq olacaq. E variantı tamamilə doğrudur. 126.
Rusiya və Braziliya ərazilərində yerləşən meşələrə aid olan xüsusiyyətlər. Rusiya və Braziliya. Yerləşdiyi iqlim qurşağının kontinental tipində. Bu Rusiyaya gedir. Mülayimin kəsin kontinentalı, Braziliya ekvatorialdadır. İllik yağıntı miqdarı 2000-3000. Bu ekvatoriala uyğun gəldiyi üçün Braziliyaya yazırıq. Qonur qəhvəyi podzol torpaqlar üzərində formalaşıb. Qonur qəhvəyi podzol torpaq gedir Rusiyaya. Sutkalıq və illik temperatur amplitudunun az olduğu iqlim şəraitində bu gedir Braziliya meşələrinə, amplitudanın az olması. 2-4. Ölkənin şimalında meşələrə yağıntının xilli hissəsi sublimasiya nəticəsində düşür. Bəli, bu Rusiyaya gedəcək. Bitkilərin növ tərkibinə görə ən zəngin, bu da Braziliyaya gedir. Yəni Rusiya meşələri növ tərkibinə görə o qədər də zəngin deyil. Yəni əslində iynə yarpaqlı növ olduğuna görə, yəni zəngin növ tərkibi yoxdur. 1 3 5 2 4 6 E variantı. 127. Xərti sxemdə rəqəmlərlə verilən məntəqələrin iqlim tiplərini və təbii zonalarını. Baxaq. 1. Bura haradır? Apennin yarımadası. Burada nədir? Subtropik aralıq dənizi, codyarpaqlı meşə və kolluqlar. A-da verib. B-də rütubətli həmişəyaşıl xeyir. C mülayim dəniz deyil. D kontinental deyil. Y-də aralıq dənizi düzdür, amma səhra və yarım səhra deyil orada. Codyarpaqlıdır. 2-də Ərəbistan, tropikin səhrası, tropikin kontinentaldır. Yəni bu əslində tropikin kontinental tipidir. Tropik səhra tipi dediyimiz. 3. Şərqi Asiya, Sakit Okean sahillərində musson meşələri tamamilə doğrudur. 128. Yenə eyni sualdır. 1. Britaniya. Burada əlbəttə ki mülayimin dənizi. A-da yazıb mülayimin dənizi, codyarpaqlı meşə və kolluqlar. Olmaz. Mülayim dənizdə enli yarpaqlı meşələrdir. Codyarpaqlı isə subtropika aiddir. Ona görə A-nı sildim. B-də aralıq dənizi deyil Britaniyada. C-də mülayim kontinental deyil. Mülayimin dənizidir. Mülayim kontinental Şərqi Avropa düzənliyinə aiddir. D-də mülayim dəniz, qarışıq və enli yarpaqlı meşə. D-də 1 doğrudur. Y-də mülayim dənizə yazıb rütubətli həmişəyaşıl meşə. Rütubətli həmişəyaşıl ekvatora aiddir. Ona görə E-ni də çıxdım. Bir dənə D qaldı. Gəlin 2 və 3-ə də baxaq. 3 hara uyğun gəlir? Baxın, bu Şərqi Avropa düzənliyinə uyğun gəlir. Qara dənizin şimalı, arası yəni Ukraynaya uyğun gələ bilər. Burada mülayim kontinentaldır, çöl və meşə çöllər yayılıb. 3-dəki Asiyanın Sakit Okean sahillərində musson meşələri yayılıb. D tamamilə doğrudur. 129. Avstraliyanın şimalı ilə Avstraliyanın cənubunu uyğunlaşdıraq. Dekabr, yanvar aylarında ekvatorial hava kütləsinin təsirinə məruz qalır. Bu cənubun subekvatorialına aiddir. Bu da uyğun gəlir Avstraliyanın şimalına. Çünki Avstraliyanın cənubu subtropikdir. Qırmızı ferrolit, qırmızı qonur torpaqlar Avstraliyanın şimalına gedir. Materikin əsas çay sisteminin mənsəbi Murray-Darlingin mənsəbi düşür Avstraliyanın cənubuna. Rütubətli bərabər paylanan subtropik iqlimi. Avstraliyanın cənubunda, cənub-şərqində bərabər rütubətli subtropikdir. Yerləşən körfəzdə keçid iqlim qurşağı formalaşıb. Deməli, Avstraliyanın şimalında Carpentaria körfəzi subekvatorial keçiddir. Cənubda Böyük Avstraliya körfəzi subtropik keçiddir. Ona görə hər ikisinə yazırıq. 1, 2, 3, 4, 5. A variantı. 130. El-evin diaqramına əsasən, baxaq, uyğunlaşdıraq. 1 nəyin diaqramıdır? 1 mülayim dənizin diaqramıdır. Nəyə əsasən bilirik? Baxın, yağıntı hər ay demək olar ki, bir-birinə yaxın paylanıb. Temperatur da, yəni 5-15 dərəcə arası dəyişir. Sıfıra düşmür. Çox isti olmur. Yəni mülayim dənizdir. B isə şimal subekvatorial olar. Nəyə əsasən? Çünki yay aylarında yağıntı çoxdur. Musson olmaz, çünki mussonun temperaturu daha aşağı olur. Yəni 20-30 arası ancaq şimal subekvatoriala uyğun gəlir. İndi uyğunlaşdıraq. Deməli,
Enli yarpaqlı meşə təbii zonası. Enli yarpaqlı meşə mülayim dənizə aiddir. Əlverişli iqlim şəraiti. Əlverişli iqlim şəraiti hər ikisində var, yəni əlverişli, hər ikisində var. Savanna və seyrək meşə subekvatorial, qırmızı qonur subekvatorial, bütün fəsillər aydın gedir mülayimin dənizinə. Subekvatorialda 2 fəsil var. Avrasiyada rast gəlir, hər ikisi Avrasiyada var. 1, 5, 3, 4, 2, 6. 1, 5, 2, 6 D variantı. Gəldik neçə? 131-ə baxırıq. Yenə Eyler-Venn diaqramı. Çöl və savannanın müqayisəsi. Məhsullar qara torpaq. Qara torpaq çöldədir. Argentinada geniş ərazi. Argentinada geniş ərazi olar yenə çölə. Fəsillər üzrə yağıntı paylanması kəskin fərqlənir. Savannada yay yağıntıdır, qış quraqdır. Kənd təsərrüfatı üçün əlverişli. Hər ikisində kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf etdirmək olar. Qırmızı qonur torpaq gedir savannaya. Həm şimal, həm cənub yarımkürəsi. Çöl də həm şimal, həm cənubda var. Savanna da həm şimal, həm cənubda var. A, B, C, Y, D, F. E variantı. 132. Aha, yeni Eyler-Venn diaqramı. Gondvananın tərkib hissəsidir. Avstraliya, Afrika, Cənubi Amerika. Hər üçü Gondvananın tərkib hissəsidir. Səhra və yarımsəhra geniş saha tutur. Bu Cənubi Amerikaya aid deyil. Cənubi Amerikada səhra çox kiçik hissədə Atakamada var. Amma Avstraliya və Afrikada geniş saha tutur. Ərazisində cavan dağ sistemi. Cavan dağ gedir Cənubi Amerika ilə Afrikaya. Çünki Avstraliyada cavan dağ yoxdur. Sahilləri Sakit Okean suları ilə yuyulur. Avstraliya və Cənubi Amerika Sakit Okean sahilləri ilə yuyulur. Ərazisi 2 işıqlanma qurşağında yerləşir. Deməli, Avstraliya tropik və mülayim işıqlanma 2 işıqlanma qurşağıdır. Cənubi Amerikada tropik və mülayim 2 işıqlanma qurşağıdır. Deməli, getdi 5 Avstraliya və Cənubi Amerikaya. Cənub tropik xətti kəsir. Avstraliyanı da kəsir, Cənubi Amerikanı da kəsir, Afrikanı da. Hər ikisini kəsir. Hər üçünü kəsir. Bəzi iqlim qurşağı və zonalar təkrarlanır. Təkrarlanma var, Afrikada var, bir də Cənubi Amerikada. Avstraliyada biz təkrarlanma görmürük. 8 də getdi 3-ə. Uyğunlaşdıraq. 1-ə 2, 2-yə 4, 5, 3-ə 3, 8, 4-ə 1, 6, 7-ni unutmuşam, 7 qalıb. Savanna və seyrək meşə geniş. Savanna və seyrək meşə hər üçündə var. Hər üçündə. Avstraliyada da var savanna, Afrikada da var, Cənubi Amerikada da var. 1, 6, 2, 4, 5, 3, 8, 1, 6, 7, 132-də oldu B variantı. 133. İynəyarpaqlı meşələrin yayıldığı iqlim qurşağı daxilində yerləşməyən təbii zonalar və müvafiq olaraq bu zonalara uyğun gələn xüsusiyyətlər. İynəyarpaqlı meşə hansı iqlim qurşağında formalaşır? Mülayimdə formalaşır, doğrudur, mülayimdir. Bizdən istəyir ki, mülayimdə yerləşməyən təbii zonaları. Codyarpaqlı meşələr subtropikdə yerləşir, yayılıb, ona görə götürürük. Bunu mülayimdə olmayanları götürürük. Çöl meşə çöl mülayimdədir, götürmürük. Enli yarpaq mülayimli götürmürük. Arktik səhra arktik iqlim qurşağıdır, götürdük. Səhra və yarım səhra mülayim iqlim qurşağı daxilində səhra formalaşa bilər. Ona görə götürmürəm. Selvası götürürəm, çünki selvas ekvatorial iqlim qurşağı daxilində formalaşır. 1, 4, 6 oldu bizim cavabımız. D variantında var sadəcə. Uyğun gələn xüsusiyyətlər. Deməli, buxarlanma qabiliyyəti kiçikdir. Bu gedər arktik səhraya 4-ə A gedər. Sonra Şimali Amerikada Sakit Okean sahillərində bunlardan codyarpaq formalaşır. Şimali Amerikanın qərbində Sakit Okean sahillərində. B getdi 1-ə. Sonra qara və qırmızı qara torpaqlar heç birinə aid deyil. Soyuq okean cərəyanı getmir selvasa, mənimsənilməsini bəli. Y gedir selvasa. Trans-Amazon magistralı Cənubi Amerikada ekvatorial qurşaqda çəkilib. Perunun Lima şəhəri ilə Braziliya Resife şəhərlərini birləşdirir. Əsas məqsəd həmin ərazinin mənimsənilməsidir. Oldu D. 134. Uyğunluğu müəyyən edək. Ekvatorial meşələr ekvator xətti ilə kəsilən bütün ərazilərdə yayılıb yanlışdır. Çünki ekvatorial zona, ekvatorial meşələr zolaq əmələ gətirmirlər.
Yəni müəyyən hissələrdə var, amma elə yer var ki, ekvator kəsir, orada subekvatorialdır. Cənubi Amerikada, Afrikada var ki, oranı ekvator kəsir, amma ora subekvatorialdır, ekvatorial deyil. Ona görə bir doğru deyil. Materiklərin heç bir ucqar nöqtəsi, deməli, bu təbii zonada yerləşmir. Materiklərin heç bir ucqar nöqtəsi bu təbii zonada yerləşmir. Xeyr, bu yanlışdır. Məsələn, Asiyanın ən ucqar cənub nöqtəsi ekvatorial meşələrə düşür. 3. Tropik bitki plantasiyalarının salınması üçün əlverişli doğrudur. Yəni, tropik plantasiyaları burada salmaq olar. Savanna və seyri meşə Cənubi yarımkürəsində heç bir inkişaf etmiş ölkədə yayılmayıb. Cənubi yarımkürəsində heç bir inkişaf etmiş ölkədə yayılmayıb. Məsələn, Avstraliyada var. Ona görə götürmürəm. Torpağa qırmızı qonur. Doğrudur, qırmızı qonur. İri ot yeyən heyvan və hündür ot örtüyü tamamilə savannaya aid xüsusiyyətdir. 3. Codyarpaqlı meşə bütün yarımkürələrdə var. Bax, şimalda var, cənubda var, qərbdə var, şərqdə var. 7. Doğrudur. Aqroiqlim ehtiyatla zəif təmin olunub, səhvdir, zəif təmin olunmayıb. Cənubi Amerikada yalnız Çilidə yayılıb, Cənubi Amerikanın cənub-qərbində, bəli, yalnız Çilidə var. Deməli, burada nə oldu uyğunluq? 1-ə 3, 2-yə 5, 6, 3-ə 7, 9, D variantı. D variantı doğru cavabımız oldu. 135. Savanna və seyrək meşə zonası ilə verilən zonaların oxşar xüsusiyyətlərini biz müəyyən etməliyik. Bir savanna və seyrək meşələrin codyarpaqlı meşələrlə oxşar xüsusiyyətləri. Rütubətlənmə əmsalı 0.8-1-ə qədərdir. Doğrudur, hər ikisinə aiddir. Car və Avstraliya ərazisində formalaşır. Hər ikisi bəli, həm Carda var, həm də Avstraliyada var. Ərazisi 2 işıqlanma qurşağında yerləşir. Codyarpaqlı sadəcə mülayim işıqlanma qurşağındadır. 2. Rütubətli ekvatorial meşələrlə savannanın oxşar xüsusiyyətləri. Günəşin zenitdə olduğu ərazilərdə, bəli, hər ikisində günəş zenitdə olur. Əkinçilik və heyvandarlıq yüksək səviyyədə inkişaf edib. Bu ekvatoriala aid deyil, yəni orada ümumiyyətlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Orta illik temperatur yüksəkdir, bəli, doğrudur. Bunu vuraq da, bu aid deyildir deyək, aid deyil. Amma 6 aiddir. İynəyarpaqlı ilə savanna həm şimal, həm cənub yarımkürəsində geniş yayılıb. İynəyarpaqlı cənub yarımkürəsində yoxdur. Tayqa meşələrində podzol torpaqlar formalaşır. Bu sadəcə İynəyarpaqlıya aiddir, savannaya aid deyil. Şimali Amerikada yayılıb hər ikisi belə. Həm tayqa, həm savanna Şimali Amerikada var. 1-ə 1, 2, 2-yə 4, 6, 3-ə də 9 B variantı. 136-cı suala baxaq. 136-ya baxaq. Cədvəldə verilən təbii zonaları çöl və meşə çöl zonasından fərqləndirən xüsusiyyətləri müəyyən edin. Yəni, verilən zonanı çöl və meşə çöldən fərqləndirməliyik. Şimali Amerika materikinin mərkəzində meridian istiqamətində yerləşir. Bu, codyarpaqlıya aid deyil. Ona görə bunu götürə bilmərik. Çünki codyarpaqlı Şimali Amerikada Sakit Okean sahilindədir. Yəni, fərqlidir, amma yəni bu codyarpaqlıya aid deyil. Ona görə götürə bilmirik. Aralıq dəniz sahilində yayılıb. Doğrudur. Yayıldığı ərazidə sitrus becərilir. Bu da doğru fikirdir. Digər tərəfə baxaq. Dəyişkən rütubətli meşələr şimal materiklərinin şərq sahillərində yayılıb. Bəli, şərq sahillərində yayılıb. Sonra ABŞ və Kanadanın mərkəzi hissəsində yerləşir. Dəyişkən rütubətli meşə xeyr, mərkəzdə yerləşmir. Yəni, Asiyada Sakit Okean sahilindədir. Bir də Şimali Amerikada Atlantik, yəni o balıq, Florida yarımadası o tərəflərdə var. Ona görə olmaz. 6 subtropik iqlim qurşağı daxilində formalaşıb. Dəyişkən rütubətli meşə subekvatorial, yəni subekvatorial yolda savanna və seyrək, deməli subtropikin mussonunda formalaşa bilir. Yəni bu çöl və meşə çöl olar. Yəni bu dəyişkən rütubətliyə aiddir.
Çünki subtropikin mustonda formalaşa bilər. Amma çöl və meşə çöllərdə subtropikdə formalaşa bilər axı, hər ikisi. Məsələn, Cənubi Amerikadakı çöllər subtropik iqlim qurşağı daxilində formalaşır. Bu olmaz, çünki bu hər ikisinə gedərdi ya 6, ona görə götürmürük. Bizdə 2, 3, 4, indi uyğunlaşdıraq elə. Məsələn, bir ada 1, 4, 1 çıxırıq. 2, 6, 6-nı çıxdıq, 1-i çıxdıq yenə də. Y variantında həm 2 var, həm də 4 var. Ona görə yeni götürə bilərik. 137. Uyğunluğu müəyyən edin. Argentina, Hindistan, İspanya. Savanna və seyrək meşələr. Savanna və seyrək meşə getsin Hindistana. A. Çöl və meşə çöl. Argentina. Yarım səhra. Codyarpaqlı meşə də getsin İspaniyaya. Hani İspaniya üçün o səciyyəvidir. Sonra İspaniyaya gedər qəhvəyi torpaq. Codyarpaqlı da 4. Deməli, Argentina çöl və meşə çölə gedər. Qırmızı qara torpaq 1. Hindistana da gedər qırmızı qonur torpaq 2. 1, B1, 2, A2, 3, Y4. 137-də E variantı doğrudur. 138-ə baxaq. Selva və Pampa anlayışlarının aid olduğu təbii zonalar. Selvas Cənubi Amerikanın rütubətli ekvatorial meşələridir. Yəni Amazon meşəsi yazılıb. Bax, Amazon meşəsi selvasdır. 2 getdi. Pampa da Cənubi Amerikanın çölləridir. Yəni 1. Cavab oldu 2, 1. 139. Afrika materikinə aid olan xüsusiyyətlər. Ərazinin çox hissəsi qədim platforma, doğrudur. Mülayim iqlim qurşağı geniş sərtdir, yanlışdır. Yəni Afrikada ümumiyyətlə mülayim iqlim qurşağı yoxdur. Sahil xəttləri az parçalanıb, doğrudur. Səhra geniş sahə tutur, doğrudur. Burada cavab oldu 1, 3 və 4. 140. Xəritə sxemdə verilən A məntəqəsinin yerləşdiyi ərazi üçün səciyyəvi əlamətlər. A hardadır? A uyğun gəlir. Fransaya bənzir, yəni uzaqdan xəritəyə baxanda sanki Fransanın Atlantik okean sahillərində elə görünür. Bax, aqroiqlim imkanlarıyla zəif təmin olunmuşdur. Bu yanlışdır. Yəni ümumiyyətlə Avropada belə bir şey yoxdur, Mərkəzi Avropada aqroiqlim ehtiyatları zəif deyil. Səpələnən radiasiya doğrudur, buludluq səbəbilə həmin ərazidə səpələnən radiasiya olacaq. Mülayim dəniz iqlimi, bəli, olar. Atlantik okean sahilində mülayim dəniz olar. Rütubətli əmsalı vadiyə yaxındır. Bəli, onlar vadiyə yaxındır. Qırmızı qara torpaqlar xeyr, yanlışdır. Fəsli dəyişkənlik zəif hiss olunur, yanlışdır. Yəni aydın hiss olunur. Cavab oldu 2, 3 və 4. 141. Avstraliya, Cənubi Afrika və Cənubi Amerikanın ümumi fiziki coğrafi xüsusiyyətləri. Qərb və şərq sahillərinə isti cərəyan təsiri göstərir, bu yanlışdır. Şərq sahillərinə isti cərəyan təsiri göstərir, qərbə soyuq, hər iki tərəfi isti cərəyan təsiri göstərmir. Şərq sahillərində bərabər rütubətli subtropik iqlim tipi formalaşır. Avstraliyanın cənub-şərqində bəli var, Cənubi Afrikanın şərqində var, Cənubi Amerikanın şərqində bəli var. Doğrudur. Ümumiyyətlə bərabər rütubətli subtropik cənub materiklərinin şərqindədir. Cavan dağ sistemləri Avstraliyada da yoxdur, Cənubi Afrikada da yoxdur. Ərazilərində enən hava axınları var. Yəni var. Hər birində ərazisində enən hava axınları var. Yəni tropik olur. Cənub tropik xətti boyunca qərb sahillərində səhralar, şərq sahillərində rütubətli meşələr əmələ gəlir. Deməli, cənub tropik xətti boyunca hər üçünü kəsir. Qərbdə səhra olur, nəyə görə? Soyuq cərəyan təsiri göstərir. Şərqdə isə isti cərəyan rütubətli hava şəraiti yaradır. Bəli, uyğundur. Cavab oldu 2, 4, 5. 142. Rəqəmlərlə göstərilən məntəqələrə aid ümumi xüsusiyyətlər. Rəqəmlərə baxaq. Avstraliyanın mərkəzi, Namib səhrası, bu da böyük səhra. Yəni, bunlar əsasən isti quraq səhralıqlara uyğun gəlirlər. Gəlin baxaq testlərə də. Buxarlanmanın kəmiyyəti böyükdür. Buxarlanma qabiliyyəti böyük olar, amma buxarlanma kəmiyyəti yox. Bitki örtüyü zəifdir, doğrudur.
Çay əmələ gəlmə imkanı məhdud, doğrudur, çünki səhralıqda yarana bilmir, quraqlıq səbəbilə həmin rəqəmlərdə səhralıqlara uyğun gəlir. Sıx çay şəbəkəsi xeyir, enlən hava doğrudur, codyarpaqlı həmişə yaşayan meşə və kolluqlar xeyir, yanlışdır. Çünki subtropikdə formalaşır, bizdə də səhralıqlar verilib 2, 3 və 5. 143. Arktik səhralar və ekvatorial meşələr üçün ümumi əlamətlər. Bitki örtüyü zəif, bu ekvatoriala aid deyil. İl boyu bir hava kütləsi, doğrudur. Arktikdə il boyu arktik olur, ekvatorialda il boyu ekvatorial. Nisbi rütubətliyi yüksəkdir, doğrudur. Nisbi rütubətliyi hər ikisində yüksəkdir. Gecə və gündüzün növbələşməsi pozulur, ekvatorda pozulmur. Qütbdə, Arktikdə pozulur. Əsas iqlim qurşağında bəli, hər ikisi əsas iqlim qurşağıdır. Arktik iqlim qurşağı və ekvatorial iqlim qurşağı. Cavab oldu 2, 3 və 5. 144. Avstraliya və Cənubi Amerikanın şərq sahillərinə xas olmayan əlamətlər, cəhətlər. Rütubətlənmə əmsalının kiçik olması bu ona aid deyil. Çünki şərq sahillərində isti cərəyan təsiri ilə daha rütubətli olur. Çimli podzol əlbəttə ki, aid deyil. Çimli podzol tayqaya aiddir. Səpələnən radiasiya, doğrudur, onlar buludluq var. İsti cərəyan bəli təsir edir. Aqroiqlim şəraiti əlverişlidir. Yağıntıların buxarlanma qabiliyyətinin az olması bu yanlışdır. Çünki həmin ərazilər rütubətli ərazilərdir. 1, 2, 6 oldu xas olmayan əlamətlər. Çöl zonasının antropogen təsirə daha çox məruz qalmasının səbəbləri. Deməli, düzənlik relyefin, yəni dağın düzəni fərqi yoxdur. Ümumiyyətlə, orada çox əlverişli ərazilər olduğuna görə daha çox mənimsənilir. Yəni, 2-də deyir, ekvator və subekvatorial iqlim qurşağında yerləşmir. Xeyr, mülayim subtropikdə yerləşir. 3-də deyir ki, iqlimin kənd təsərrüfatı üçün əlverişli olması. Bəli, doğrudur. Yəni, əlverişli iqlim olduğuna görə orada kənd təsərrüfatını inkişaf etdirmək olur. Münbit torpaqlar, bəli. Bitki örtüyü və heyvanat aləmi zəngindir, bəli. Çay və göl şəbəkəsinin zəif olması yanlışdır. 3, 4, 5. 146. Şimali və Cənubi Amerika materiklərinin oxşar əlamətləri. Şimal buzlu və Atlantik okeanları ilə əhatə olunub, Cənubi Amerikada şimal buzlu yoxdur. Qərb hissəsində uca dağlar, şərqində düzənliklər hər ikisinə aiddir. Qərbdə sakit, şərqdə Atlantik okean, doğrudur, hər ikisinə aiddir. Avrasiya materiki ilə eyni quru parçasının tərkib hissəsi olublar. Şimali Amerika bəli olublar Avrasiya, amma Cənubi Amerika Gondvana aiddir deyə götürmürük. Sahillərində ada və yarımada çoxdur. Bu, Şimali Amerikaya aiddir, amma Cənubi Amerika zəif parçalandığına görə ada və yarımadalar yoxdur o qədər də. Geniş meşə massivləri, bəli, hər ikisində var. 2, 3, 6. Braziliya yaylasına aidilən əlamətlər. Savannalar var. Platformanın əyilmə sahəsi, yaylı qalxan sahəsidir bu. Prerilər, əsas əkinçilik regionudur. Bəli, doğrudur. Cənubi Amerikada preri xeyir. Pampa olsaydı. Preri Şimali Amerikada götürmürük. Şimali Amerika. Preri Şimali Amerikadadır. 3'ü götürmək olmaz. Platformanın qalxan sahəsidir, doğrudur. Filiz faydalı qazıntılar, bəli, doğrudur. Hündürlük qurşağı yox, o qədər də müşahidə olunmur. Yəni, dağ olsaydı, bəli, olardı. Cavab oldu 1, 4, 5. 148-ə baxaq. Avrasiyanı Şimali Amerikadan fərqləndirən əlamətlər. Avrasiya və Şimali Amerika. İqliminə qərb küləklərinin təsir etməsi, bu hər ikisində var. Çayların bütün okean hövzələrinə aid olması, bəli, doğrudur. Məsələn, Şimali Amerikada Hind okeanına aid deyil. Yoxdur elə bir şey. Bütün iqlim qurşaqlarında yerləşməsi, bəli, Avrasiya bütün iqlim qurşaqlarında yerləşir. Buzlaşma hər ikisində olub. Daxili axarsız hövzənin böyük sahə tutması, bəli, doğrudur, Avrasiyaya aiddir. İynəyarpaqlı meşə hər ikisində var. Burada cavab nə oldu? 2, 3, 5. 149-a baxaq. Qərbi Sibir düzənliyinin Ərəbistan yarımadasının fərqli cəhətləri. Zəngin neft qaz hər ikisində var. Dünya okeanına çıxış hər ikisində var. Mülayim iqlim qurşağı, bəli, Qərbi Sibirə aiddir, amma Ərəbistana aid deyil. Bataqlıqlar Qərbi Sibirə aiddir, Ərəbistana aid deyil. Şimal və şərq yarımkürəsi hər ikisinə aiddir. Zəngin meşə örtüyü Qərbi Sibirə aiddir, Ərəbistana aid deyil. 2, yox.
3, 4, 6. 3, 4, 6. 150-yə baxaq. Rəqəmlərlə verilən ərazilərə aid olan ümumi əlamətlər. Deməli, 1, 2, 3. Meşə landşaftı. Bəli, hər üçündə var meşə. İynəyarpaqlı meşə, ekvatorial meşə, dəyişkən rütubətli meşə. Doğrudur. Litosfer havalarının sərhədi. Məsələn, bir heç nəyin sərhədidir ki, bir? Xeyr, yanlışdır. Rütubətli iqlim, bəli, hər üçü rütubətli iqlimə düşür. Düz radiasiya yanlışdır, səpələnən radiasiya. İsti cərəyanlar. Bəli, burada da var isti cərəyan. Burada da var isti cərəyan. Burada da var isti cərəyan. Doğrudur. Yüksək təzyiq, xeyr, alçaq təzyiq. Burada oldu cavab 1, 3, 5. 151-ə baxaq. Braziliya və Dekan yaylalarının ümumi xüsusiyyətləri. Qərb küləklərinin təsiri yanlışdır. Dekanda musson küləyidir. Braziliyada Passata təsir göstərir. İqlimin əmələ gəlməsində soyuq cərəyanlar yanlışdır. İsti cərəyanlar. Əraziləri ekvatorial iqlim qurşağında yerləşir. Məsələn, Dekan subekvatorialda olmaz. Elə Braziliyada həmçinin. Savannalar geniş ərazi tutur. Doğrudur, hər ikisində var. Okeandan gələn rütubətli hava kütlələri iqlimə təsir edir. Doğrudur. Yağıntılar il ərzində qeyri-bərabər. Doğrudur. Yəni yay, qış, quraq və rütubətli mövsüm olur. Cavab oldu nə? 4, 5 və 6. 152. Cənub-Qərbi Asiya üçün səciyyəvi olmayan. Müəyyən hissəsində günəşin ildə 2 dəfə zenitdə olması bu səciyyəvidir. Götürmürük. Çünki tropik ciqlanma qurşağına düşən yerlərdə ildə 2 dəfə olur. Günəşin zenitdə olmaması yanlışdır. Çünki zenitdə olduğu yerlər var. Qırmızı Adriatik Andaman dənizləri ilə əhatələnməsi. Andaman dənizi Cənub-Şərqi Asiyadadır. Olmaz. Sutkalıq amplitudanın böyük olması. Doğrudur. Qırmızı ferrali torpaqların geniş yayılması. Qırmızı ferrali torpaqlar ekvatordadır. Cənub-Qərbi Asiyada deyil. Həm platforma, həm geosiqnalda bəli olar. Həm platforması var, həm geosiqnalı. Aid olmayanlar oldu. 2, 3, 5. 153. Orta Sibir yaylasını Dekan yaylasından fərqləndirən əlamət. Orta Sibir Dekan. Atmosfer yağıntılarının daha çox düşməsi. Xeyr, əksinə Dekanda da xeyli düşür. Az düşməsi olar. Orta Sibir kontinental, kəskin kontinentaldır deyə olar. Şimalında cavan hündür dağlar bu Dekana aiddir. Orta Sibirə aid deyil. Olmaz. Zəif mənimsənilməsi bəli, yəni şəraitlə əlaqədar orada zəif mənimsənilib. Qədim platforma üzərində yerləşməsi Dekan da həmçinin hər ikisinə aiddir. Kontinental iqlim şəraiti sırf Orta Sibirə aiddir. 2, 4, 6. 154. Avstraliyanın şimal hissəsini cənubundan fərqləndirən xüsusiyyətlər. Mülayim işıqlanma qurşağı. Şimalı tropikli, cənubu mülayim. Xeyr. Dekabr və yanvar aylarında ekvatorial kütlələrin təsiri. Deməli, Avstraliyanın şimalı cənub subekvatoriala düşür. Orada da cənub subekvatorialda qış ayları yağıntılı olur. Buna görə dekabr-fevralda bəli, ekvatorial hava kütlələri gəlir. Doğrudur. Qırmızı ferralit, qırmızı qonur torpaqlar. Doğrudur. Sonra Cape York yarımadası bəli şimaldadır. Həm Cape York, həm də Arnhem Land. Sonra soyuq okean cərəyanlarının təsiri. Xeyr. Qış mövsümünün daha rütubətli, yay mövsümüdür rütubətli. Cavab oldu nə? 2, 3, 4. 155. Böyük Avstraliya körfəzini Karpentariya körfəzindən fərqləndirən xüsusiyyətlər. Deməli, Böyük Avstraliya körfəzi Avstraliyanın cənubundadır. Baxın, burada göstərin. Bu Böyük Avstraliyadır. 150-ci sualın xəritəsində göstərirəm. Karpentariya şimaldadır. Yuxarıda Karpentariya. Materikin iki böyük yarımadası arasında yerləşir. Bu Karpentariyaya aiddir. Böyük Avstraliyaya aid deyildiyi götürmürük. Yəni bizə lazımdır Böyük Avstraliyanı Karpentariyadan fərqləndirən. Sahilində cod yarpaqlı meşə və kolluq səhralar bəli doğrudur. Sakit okean hövzəsinə aiddir, yanlışdır. İl boyu tropik hava kütləsi yanlış. Sadəcə yəni yay mövsümündə tropik hava kütləsi gəlir bura. Subtropik iqlim bəli.
Avstraliyanın cənubu subtropikə düşür. Materikin cənubunda yerləşir, doğrudur. Böyük Avstraliya cənubdadır, Karpenteriya şimaldadır. 2, 5, 6. 156-ya baxaq. Uyğunluq gözlənilib. Tayqa meşələri, Kanada, Rusiya, oduncaq tədarükü, ovçuluq. Burada problem yoxdur, doğrudur. Çöllər. Çin, Qazaxıstan, çay, kauçuk, xeyr, çöldə əslən taxıl, tərəvəz var, amma çay, kauçuk deyil. Codyarpaqlı meşə və kolluqlar İspaniya, İtaliya, zeytun üzüm, doğrudur. Musson meşələri Çin, Əfqanistan, xeyr, Əfqanistanda musson meşəsi yoxdur. Cavab oldu 1 və 3. 157. Xəritə sxemində ştrixlərlə göstərilən ərazilərə aid olan ümumi əlamətlər. Cənubi Amerikanın şimalıdır. Bu da Cənub-Şərqi Asiya. Rütubətli iqlim bəli hər ikisində var. Aqroiqlim ehtiyatlarla zəif təmin olunub, yanlışdır. Yəni aqroiqlim ehtiyatları zəngindir bu ərazilərdə. Üzvü aləmin növ tərkibi zəngindir, doğrudur. Savanna və seyrək meşə bəli var. Varmı? Savanna və xeyr, burada yoxdur. Burada savanna və seyrək meşə yoxdur, ekvatorial meşələrdir. Fikir verin, Cənub-Şərqi Asiyada bu hissədə ekvatorial iqlim qurşağında ekvatorial meşələr yayılıb. Ona görə 4-ü götürə bilmərik. Boz qonur, xeyr, səhralara aiddir boz qonur. İl ərzində fəal temperatur cəmi bəli yüksəkdir. Cavab oldu 1, 3 və 6. 158-ə baxaq. Yenə ştrixlənmiş ərazi Braziliya yaylası ilə Dekan yaylasıdır. Braziliya yaylası, bu da Dekan yaylası. Savanna və seyrək meşə bəli. İyun, iyul, avqust aylarında su varmağa. Əksinə, Hindistanda Dekan yaylasında iyun, iyul, avqust yağıntılı keçir, su varmağa ehtiyac olmur. Yanlışdır. Məhsuldar torpaqların geniş yayılması əkinçiliyin inkişafına imkan yaradır, doğrudur. Aqroiqlimlə təminat zəif deyil. Arid iqlim xeyr, hümiddir, rütubətlidir. Fəal temperaturlar cəmin orta illik miqdarı çoxdur, doğrudur. 1, 3, 6. 159. A məntəqəsinin yerləşdiyi ərazi Avstraliyanın mərkəzi səhralığa düşür. Bir aqroiqlim ehtiyatı bol olsa da əkinçilik zəifdir, bəli, doğrudur. Aqroiqlim bol olsa da əkinçilik zəifdir. Yüksəklik qurşağı xeyr hiss olunmur. Buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərq böyükdür, doğrudur, səhralarda fərq böyükdür. İllik amplituda sutkalıq amplitudadan böyükdür, yanlışdır. Sutkalıq burada illikdən böyük olacaq. Qış ayları mülayim hava kütlələrinin təsirində deyil, xeyr. Bu tropikdə il boyu tropikdir. 6-da deyir ki, enən hava kütlələrinin təsiri altında səhralar formalaşıb. Doğrudur, həmin ərazi səhralara uyğun gəlir. Cavab oldu 1, 3 və 6. 160-a baxaq. Cədvələ asılan doğru sıraları müəyyən edin. Deməli, sutkalıq ritmik proseslər qabarma çəkilmə. Doğrudur. Coğrafi təbəqənin tərkib hissəsi hidrosfer, üst mantia, biosfer, troposfer, üst mantia, xeyr, bu deyil. Çünki üst mantiyanı biz tamamilə aid eləyə bilmərik. Cənubi Amerikanın ucqar şərq nöqtəsi yerləşir. Cənubi Amerikanın ucqar şərq nöqtəsi bəli dəyişkən rütubətli meşələrdə yerləşir. Savanna və seyrək meşələrdə rütubətli əmsalı 0.1-3 arası olmur, çox olur. 0.8-1 arası belə olur. Şimal hissəsində savanna və seyrək meşələrin yayıldığı okean Hind okeanında bəli var. Hind okeanının şimalında savanna və seyrək meşə zonası var. Tropik xəttinin kəsmədiyi zona savanna və seyrək yanlışdır. Tropik il kəsir. Xüsusən də Avrasiyada Tar səhrasında tropik iqlim qırılır. Sonra musson təsiri ilə Hindistan və Hind yarımadasında savanna və seyrək meşələr formalaşır və həmin ərazini tropik kəsir. Yəni bu yanlışdır. Cavab oldu nə? 1, 3, 5. Sonra 161. Aralıq dənizindən şimalda yerləşən zona. Codyarpaqlı, səhra aralıqdan cənubdadır, şimalda yerləşmir. Enli yarpaqlı var. Rütubətli ekvatorial meşə ümumiyyətlə, yəni aralıq ətrafında yoxdur, cənubdadır. İyni yarpaqlı meşə var, savanada cənuba düşür.
Yəni 1, 3, 5 sırf ekvatordan şimalda yerləşən zona, Aralıq dənizindən şimalda yerləşən zonalardır. 162. Doğru olmayan bənd. Dekan yaylasında savanna və seyrək meşə bəli. Yəni var, yanlışdır deyə götürmürük. Yanlışdır götürmürük. Relyef və süxurların tərkibi zonal amillərə daxildir. Relyef, süxur bu azonal amildir, yanlışdır deyə götürürük. Bütövlük qanunu təbiətdən istifadənin əsasını təşkil edir. Doğrudur deyə götürmürük. Ən qədim platformalar biogen mərhələdə bu yanlış fikir deyə götürürük. İynəburnu savanna zonasında xeyr, İynəburnu Afrikanın cənubu, codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar. 5 də yəni yanlış olduğuna görə götürürük. Cavab nə oldu? 2, 4 və 5. 163. İşarələnmiş əraziyə aid olmayan. Bu Asiyanın Sakit Okean sahilləridir. Yaponiya, Filippin. Seysmik cəhətdən fəal ərazidir. Bu doğru fikirdir. Bizdən olmayanı istəyir deyə götürmürük. Codyarpaqlı meşə və kolluqlar xeyr, burada dəyişkən rütubətli meşələr formalaşır. Qara torpaqlar xarakterik deyil, qırmızı qonur torpaqlar. Yay ayları rütubətli keçir, doğrudur. Yay rütubətlidir. İqlim əlverişsizdir, yanlışdır, əlverişlidir. Tayfun küləkləri bəli baş verir. Deməli, uyğun olmayan nə oldu? 2, 3, 5. 164. A adası subekvatorial və tropik iqlim qurşaqlarında, cavan okean və 2 işıqlanma qurşağında yerləşir. Ada materik mənşəlidir. Passat küləklərinin təsir etdiyi. Passat deməli bu 2 işıqlanma qurşağında yerləşir bu ada. Yəni bu adanı tropik xətti kəsir. Tropik xətti kəsir. Ya şimal tropiki, ya cənub tropiki və subekvatorial tropik iqlim. Yəni bu adada 2 iqlim tipi var, subekvatorial tropik və materik mənşəlidir. Bu Madagaskar ola bilərmi? Bir dəqiqə baxaq. Həm subekvatorial, həm tropik doğrudur. Cavan okean, Hind okeanı, 2 işıqlanma qurşağı doğrudur, Passat külək olar. Yəni Madagaskar bu adaya, yəni təsvir edilənə aiddir. Deyir 3 yarımkürədə yerləşən okeandadır. Hind okeanı 3 yarımkürədə. Şərq, şimal və cənub. 2 işıqlanma qurşağında yerləşməsinin səbəbi 23.5 cənubi eni ilə kəsişməsi doğrudur. Savanna və seyrək meşə təbii zonası yayılıb. Yayılıb, bəli, var orada, amma yanlış yazıb deyə götürmürük. Dəyişkən rütubətli meşə zonası. Bəli, orada dəyişkən rütubətli meşə zonası da var, amma yanlış yazıb deyə götürmürük. İsti okean cərəyanı, bəli, Mozambik cərəyanı keçir orada. Litosfer tavaların toqquşma zonası xeyr, tavaların sərhədindən kənardadır. Buna aid oldu nə? 1, 2 və 5. Davam edək 165 ilə. Şimali Afrika səhraları ilə Cənub-Qərbi Asiya səhraları. Şimali Afrika və Cənub-Qərbi Asiya səhralarının oxşar əlamətləri. Dəniz səviyyəsindən ən aşağıda yerləşən çəkəklik buradadır. Ölü dəniz ən aşağıda, Qxor çəkəkliyi, o Cənub-Qərbi Asiyaya gedir, amma Şimali Afrikaya getmir. Yəni oxşar deyil. İsti quru səmim küləkləri, bəli, isti quru səmim küləkləri hər ikisinə aiddir. Mütləq maksimum temperatur Şimali Afrikada olub, Liviyada, amma Cənub-Qərbi Asiyada yox. Yəni bir dənə yerdə olub o. İrriqasiya, su vermə əkinçiliyi hər ikisinə aiddir. Kanar cərəyanı sırf Şimali Afrikaya gedir, Cənub-Qərbi Asiyaya getmir. Çəkmə mənşəli faydalı qazıntı, bəli, hər ikisinə gedir. 2, 4, 6. 166. Qvineya körfəzini Böyük Avstraliya körfəzindən fərqləndirən əsas xüsusiyyətlər. Bir, materikin ən bol sulu çay tökülür. Ən bol sulu çay Afrikada Kongo, Qvineyaya tökülmür. Yanlışdır. 4 yarımkürə, bəli, Qvineyanı həm ekvator kəsir, həm də ki, Greenwich. İlin soyuq dövründə bol yağıntı alır. Qvineya körfəzi deməli ekvatorial iqlim qurşağında yerləşdiyinə görə bütün aylarda, yəni bütün ilin bütün dövrlərində bol yağıntı alır. Sırf soyuq və isti dövrə ayırmaq olmaz. Sahillərdə neft və qaz ehtiyatı, bəli, var Qvineyada. Tropik işıqlanma qurşağı. Bəli, bu Qvineyaya aiddir. Böyük Avstraliya artıq mülayim işıqlanma qurşağına düşür.
Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq böyükdür. Bu yanlışdır. Cavab oldu 2, 4 və 5. 167. Aşağıdakı əlamətlərin səciyyəvi olduğu ərazilər. Qışda tropik hava kütləsi hakim olur. Yağıntının böyük hissəsi dekabr, yanvar, fevral, savanalar yayılır. Qışda tropik harda olur? Subekvatorial olur da, düzdür? Subekvatorial. Subekvatorial iqlim qurşağında yayda ekvator olur, ona görə yay yağıntılı olur. Qışda tropik hava kütləsi gəlir deyə qış quraq keçir. Yağıntının böyük hissəsi dekabr, yanvar, fevral. Deməli, yağıntı subekvatorialda ilin isti dövrünə düşür. Hansı yarım kürədə isti dövr dekabr, yanvar, fevraldır? Cənub yarımkürəsi. Deməli, bizdən istəyir cənub subekvatorialda yerləşən əraziləri. Deməli, Dekan yaylası şimal yarımkürəsidir. Cape York Avstraliya cənub yarımkürəsi, Arnhem Land cənub yarımkürəsi, Orinoco şimal, Anadolu şimal. Ümumiyyətlə Anadolu subekvatorialda yerləşmir. Braziliya yaylası da cənub subekvatoriala aiddir. 2, 3, 6. 168. Aşağıdakı əlamətlərin səciyyəvi olduğu ərazilər. Yayda ekvatorial hava kütləsi hakim olur. Yenə də subekvatorial, yayda ekvatorial olur. Dekabr, yanvar, fevral quraq keçir. Yəni qış aylarının quraq keçdiyi, bu şimal subekvatorial olacaq. Çünki qış ayı quraq keçir. Aha, şimal subekvatorial, Dekan yaylası gedir. Cape York gedmir, cənubda Hind Çin gedir. Gvianada bəli olur. Pireney subtropikdir. Braziliyada cənubdadır. Cavab oldu 1, 3 və 4. Sonra %69. Cədvələ əsasən səhv bəndi müəyyən edin. Çaylar verilib. Amazon Kongo ekvatorial meşə doğrudur. Mənsəblərindən isti okean cərəyanları keçir. Aid olduğu okean böyük dövranda bəli doğrudur bu. Bizdən yanlış istəyir. Volqa Taxo. Codyarpaqlı meşə, oduncava gedən məhsulların daşınması. Volqanın Xəzərə tökülür mənsəbi codyarpaqlıda deyil. Yəni bu sadəcə Taxoya aiddir. Yanlışdır 2. 3-də Orinoco Niger çayları verib və deyir ki, Savana və Seyran meşə belə həm Orinoco, həm də Niger hövzəsində var Savana və Seyran meşələr. Suyun səviyyəsindən iyun-avqustda yüksək olur. Subekvatorialda, şimal subekvatorialda doğrudur. Yəni bu doğru fikirdir. Bizdə 2 yanlış oldu. Liana Mackenzie tayqa meşə tundra var hövzəsində. Meşə və ağac tədariki inkişaf edib, sıxlıq azdır, doğrudur. Amudərya Nil, Səhra yarım səhra tranzit çaylardır. Mənsəblərində yerləşən ölkələrdə İslam dininə sitayiş etmir. Edir. Bəli. Bu yanlışdır. Çünki Nil də Amudərya onların mənsəblərində İslam dininə sitayiş edən dövlətlər arasında Misir müsəlmandırlar. İşte yanlışdır. Burada oldu 2, 5. 170. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğru əlamətlər və yanlış əlamətləri uyğunlaşdırmalıyıq. Yapon adaları və Koreya yarımadasında savanna və seyri meşə təbii zonası xarakterikdir. Bu yanlış fikirdir. Savanna və seyri meşə subekvatorialda formalaşır. Burada dəyişkən rütubətli meşə ola bilər. Böyük Amerikada böyük göllər sisteminin ətrafında iynəyarpaqlı meşələr formalaşmışdır. Ətrafında daha çox enli yarpaqlı meşə formalaşıb böyük göllərdə. Qabarma çəkilmə, sutqalıq ritmik hadisədir. Doğrudur. Çöl, meşə çöl Şimali Amerikada meridianal, Avrasiyada isə paralel istiqamətdə yayılıb. Bu doğru fikirdir. Yanlışa yazıb deyə götürə bilmirik. Bayramburnu subekvatorial iqlimin savanna və seyre meşələr zonasındadır. Deməli, Bayramburnu, xeyir, deməli, Avstraliyada subekvatorial daha şimalda qalır. Bayramburnu'na düşmür. Ona görə bu yanlışdır deyə götürürük. Cənubi Amerikada codyarpaqlı meşə təbii zonası Argentina və Çilidə geniş yayılıb. Xeyr, yanlışdır. Geniş yayılmayıb. Bizə cavab nə oldu? 3, 5 və 6. 171-ə baxaq. Doğru sıraları müəyyən edin.
Codyarpaqlı meşə və kolluqlar aqroiqlim ehtiyatı ilə zəngin, doğrudur. Avstraliyada həm cənub-qərb, həm də cənub-şərq hissədə bəli yayılıb. Avstraliyanın həm cənub-qərbində, həm də cənub-şərqində yayılıb. Savanna və seyrək meşə il boyu rütubətlənmə amsalı birdən çoxdur. Bu yanlış fikirdir. Qışda quraqlıq olur. Yanlışdır. Tayqa qütb gecə və gündüzləri geniş ərazidə müşahidə edilir. Skandinaviya ölkələrində yayılıb. Geniş desə, məsələn, Arktik, tundrada gedib. Tayqanın cənub hissələri elə var ki, orada qütb gecə və gündüzü müşahidə edilməz də. Yəni qütb dairəsindən cənubda müşahidə edilməyəcək. Ona görə tayqada geniş müşahidə edilmir. 3 də yanlışdır, götürmürəm. 4. Meşə, tundra və tundra qısa və sərin yay dövründə otlar və alçaq çollar bitir. Doğrudur. Rusiyanın şimalı üçün bəli, xarakterlikdir. 4 doğrudur. Dəyişkən rütubətli meşələr isti cərəyanların təsiri ilə, deməli, isti cərəyanların təsir etdiyi ərazidə formalaşıb. Doğrudur. Cənubi Amerika və Avstraliyanın şərqində bəli var. Materiklərin ümumiyyətlə şərqində formalaşıb. Doğrudur. Cavab oldu nə? 1, 4, 5. 172. Savanna zonasına aid olan bəndi. Qırmızı qonur torpaqlar il boyu əkinçilik üçün yararlıdır. İl boyu deyəndə burada artıq, belə deyək də, qış aylarında suvarma əkinçiliyi tətbiq olunmalıdır bu ərazilərdə. Ona görə, amma yəni, il boyu əkinçilik olar da. İl boyu əkinçilik olar. Sadəcə, yayda, subekvatoriyada da qırmızı qonur. Yayda suvarma olmadan, amma qışda suvarma şəraitində əkinçiliyi inkişaf etdirmək olar. Ən az mənimsənilən təbii zona deyil, çox mənimsənilib. Ərazi daxilində yerləşən ölkələrin çoxunda əhalinin təbii artımı yüksəkdir, bəli, doğrudur. Çin, Hindistan məsələn. Yanlışlara baxırıq. Əkinçilik qış aylarında suvarma tələb edir, doğrudur. Qışda suvarma lazımdır, amma yanlışa yazıblar deyə götürmürük. Şimali Amerika materikində az yayılıb. Bu doğru fikirdir, amma yanlışa yazıblar, götürə bilmirik. Subtropik iqlim qurşağında qəhvəyi torpaqlar üzərində. Yanlış fikirdir. Götürürük. Bu qeyd olunan xüsusiyyətlər aiddir codyarpaqlı həmişəyaşıl və meşə kolluqlara. 1, 3, 6. 173. Torpağın üzvü tərkibini humus çürüntü qatı təşkil edir. Doğru fikirdir. Tayqa meşələri mülayim iqlim qurşağına yayıldığı bütün materiklərdə formalaşır. Bu yanlışdır. Məsələn, Afrika deyirəm, Cənubi Amerikanın cənubunda mülayim iqlim qurşağı var, amma orada tayqa yoxdur. Yəni, bu yanlış fikirdir, ona görə götürmürük. Transamazon magistralı Lima və Resife şəhərlərini birləşdirir, doğrudur. Perunun Lima şəhərini, Braziliyanın da Resife şəhərlərini birləşdirir. Yanlışa baxaq. Cənubi Amerikanın ekvatorial meşələri Avrasiyanın ekvatorial meşələrindən çox mənimsənilib. Xeyr. Yanlışdır, yanlışa götürürük. Avrasiyanın ekvatorial meşələri daha çox mənimsənilib. Nəinki Cənubi Amerika. Bu yanlış fikirdir, götürüldü. Argentina və Uruqvayda pampalar geniş ərazini əhatə edir. Doğru fikirdir. Götürmürük, yanlışa yazdığı üçün. Çin, Hindistan və Taylandın kənd təsərrüfatında şəkər çuğunduru əsas yer tutur. Şəkər çuğunduru mülayimliklərdədir. Şəkər çuğunduru Çin, Hindistan, Taylandda deyil, mülayim enliklərdədir. Bu da yanlışdır. Yanlışa yanlış yazıb. Burada bizim cavabımız nə oldu? 1, 3, 4, 6 uyğunsuzluq oldu. Burada cavab 1, 3, 4, 6 çıxır, amma yəni cavabla uyğunluq təşkil etmir. Amma cavab 1, 3, 4, 6 olmalıdır. 2 yanlışdır, nəyə görə? Tayqa meşələri bütün mülayim materiklərdə yoxdur. 5 yanlışdır, nəyə görə? Geniş ərazi əhatə edir. Yəni, bu formada. Cavab burada olmalıdır. 1, 3, 4, 6. Doğru bəndləri müəyyən edin. Səhralarda yeraltı suların çıxdığı ərazilərdə vahə yaranır. Doğrudur. Palıd cökə tayqa meşələrində xeyr, enliyarpaqlı meşələrə aiddir bu palıd cökə. Tayqada şam ağacı. Polşa, Belarusda enliyarpaqlı qarışıq meşə doğrudur. Qırmızı sarı ferrali torpaqlar ekvatorial qurşaqlarda yayılıb. Doğru fikirdir, yanlışı yazıblar deyə götürmürük. Mümkün buxarlanmanın ən yüksək olduğu yerlərdə qəhvəyi torpaq, bu yanlışdır. Mümkün buxarlanmanın ən yüksək olduğu, məsələn, səhralarda boz-boz qonur torpaqlar formalaşır. Qəhvəsi subtropikdə formalaşır.
Tasmaniya adasında 2 təbii zona yayılıb. Tasmaniya adasında bəli doğrudur. Doğru olduğuna yanlışı verib deyə götürmürük. Burada cavab oldu 135. 175. Birinci məntəqədə yayılan təbii zonanı 2 və 3-dən fərqləndirir. 1 Sibirdir. 3 budur, mülayim kontinental. 2 deyəsən Böyük Britaniyaya düşüb 2. Baxaq. 1-i 2 və 3-dən fərqləndirək. Tamam. Bitkiçilik və heyvandarlığın inkişafı üçün geniş imkanlar. Bu yanlışdır. Yəni, bir də Sibiri istəyir. Sibiri fərqləndirən bu da aid deyil. Daha geniş ərazini, bəli, geniş ərazini əhatə edir. Yayıldığı ərazi dəniz iqlimi, xeyr, Sibirdə kontinentaldır. Torpaqlarında humusun miqdarı, bəli, azdır. Qəhvəyi qonur torpaqlar, xeyr. Cənub yarımkürəsində rast gəlinmir, doğrudur, rast gəlinmir. Cavab oldu nə? 2, 4, 6. 176-ya baxaq. Sxema əsasən müşahidəçinin keçdiyi təbii zonaları müəyyən edin. Deməli, başlayır bu Aralıq dənizindən Skandinaviyaya qədər. Codyarpaqlı meşə və çolluqlardan bəli keçir birdən. Meşə və çöllər. Bu ərazidə meşə və çöl yerləşmir. Bu ərazidə əsən enli yarpaqlı və qarışıq meşələrdir. Çöl zonası başlayır. Baxın, adasa bu hissələrdən başlayır. Aha, hətta biraz da yəni Qaradəniz sahillərindən başlayır. Meşə və çöllərdən keçmədi. Qarışıq enli yarpaqlıdan keçir. Dəyişkən rütubətdən keçmir. Qalır o sakit okean sahillərində. İynə yarpaqlı meşələrdən bəli keçir. Tunduradan keçmir. Tundura baxıb buradan başlayır. Skandinaviyanın dəniz sahillərindən başlamır. Cavab oldu 1, 3, 5. Deməli, Patagoniya və Prairie ifadələrin aid olduğu təbii zonalar. Patagoniya Cənubi Amerikada yarım səhra zonası, yəni 1. Prairie də Şimali Amerikanın çölləri, 2. Cavab oldu 1, 2 müvafiq olaraq. 178. Ərazilərə uyğunluğu müəyyən edək. Ölkələr üzrə səhralar verilib. Hindistanda Tar səhrası, Şimali Afrikada Liviya səhrası, Mərkəzi Asiyada Qızılqum səhrası. Rubel xali Ərəbistandadır. Gibson da Avstraliyada. 1B, 2C, 3D. 79-da. Cənubi Afrikada Kalahari səhrası, Ərəbistanda Rubel xali, Mərkəzi Asiyada Qızılqum. Atakama Cənubi Amerikaya gedəcək. Avstraliyada, Böyük Viktoriyada Avstraliya, onlar da burada yoxdur. 1D, 2B, 3A. 180. Deməli, Byron burnu gedir dəyişkən rütubətli meşələrə, Avstraliyanın şərqində. Hasafın burnu gedəcək savanna və seyrək meşə, Afrikanın şərqi. St. Charles burnu da gedəcək tundra meşə, tundraya, Şimali Amerikanın şərqi. 1C, 2B, 3A yazacaq. 1C, 2B, 3də A. 181. Belə, Almadi burnu uyğun gələcək savanna və seyrək meşələrə. 1-ə A yazırıq, Afrikanın qərbi. Cənub şərq burnu Avstraliyada uyğun gələcək codyarpaqlı həmişəyaşıl meşə və çolluqlara. Cabo Branco burnu da Cənubi Amerikanın şərqində uyğun gələr dəyişkən rütubətliyə. 1A, 2C, 3D B. 182. Şərqi Avstraliya, Mərkəzi Avstraliya və Şimali Avstraliya. Subekvatorial iqlim qurşağı gedir Şimali Avstraliya. İsti cərəyan Şərqi Avstraliya. Materikin ən alçaq nöqtəsi Cənubi Avstraliyada yerləşir. O da heç birinə, yəni yazılmayıb burada. Əsas limanda Qərbi Avstraliyaya gedir. Səhra və yarım səhrada Mərkəzi Avstraliya. 1B, 2E, 3A. 183 və sonuncu sualımız. Təbii zona və xüsusiyyəti. Codyarpaqlı savanna tundra. Rütubətlənmə əmsalı vahiddən böyük, orta illik temperaturun aşağı olması bu tundraya gedir. Həm ifrat rütubətdir, həm də ki temperatur aşağıdır. Sonra Çin bu təbii zonanın formalaşdığı iqlim qurşağında yerləşmir.
Bu da tundraya gedər. Deməli, tundra subarktikdədir. Çində düşmür ona. Subarktikə düşmür. Ona görə A, B. Münbit torpaqlar zəngin üzvü aləm qışın quraq keçməsi. Aha, qışın quraq keçməsi deyirsə savanna. Sonra 2 və daha çox iqlim qurşağında formalaşır. 2 və daha çox iqlim qurşağında formalaşır. Savanna subekvatorialda da formalaşır. Tropiki də kəsir. Ona görə savanna və seyrək meşə D-yə gedəcək. Avropa və Avstraliyanın qitələrinin cənub-qərbində, ümumiyyətlə qitələrin qərb hissəsi deyirsə, Avropanın cənub-qərbi, Avstraliyanın cənub-qərbi, bu da gedir. Cod yarpaqlı həmişə yaşıl meşə və kolluqlar. 1-ə E, 2-yə C, D, 3-ə də A, B.